Salam, xoş gördük əziz izləyicilər. Hər birinizi salamlayıram təbii ki. Deməli, çoxlu izləyicilərimizin xahişini nəzərə alaraq düzəldilmiş buğdadan kotletin necə hazırlanma formasını inşallah sizə göstərəcəm. Təbii ki, burada bizim düzəldilmiş buğdamız, kameradan da görürsünüz, yəni buğdanın düzəlməsi milli yarım, qatılıqda 2 milli olmalıdır. Yəni 1 santizat olmaz. Və təbii ki, kök olacaq bunun tərkibində, bir də göyərtilərdən də soğandır, göydü, kişnişdi, belə cəfəri də vurmaq olar. Və indi bunları inşallah maşından keçirdəcəm və arxa çəkilişlərdə də inşallah tam sonunu görəcəksiniz. Saçdan bir yer başlayırsın. Deməli dostlar, maşınkadan keçirtdik, deməli düzəldilmiş buğdamızı və təbii ki, göy də üzərinə əlavə eləyəcək bu formada və təbii ki, bunu belə deyək də qarışdıracaq. Xəmir yoğuran kimi bu formada beləsinə yoğuracaq. İnşallah indi birazdan da pişirilmə qaydasını göstərəcəm. Deməli dostlar, kündəmiz hazırdır bu formada, yəni kotlet formasında hazırlamışam. Təbii ki, bunu da götürürük beləsinə qoyuruq tabamıza. Bu formada qoyuruq tabamıza. Təbii ki, mən burada biraz görünüş üstündə, yəni sizlər rahat görəsizlərini hazırlamışam. İndi özümüz daha sərbəst pişiririk. Yəni bu formada gözləyirik. Yəni daha kartoşka kimi qızartmırıq da. Biraz təpidir, yəni biraz təpdir. O özünə çeviririk, olur yumşaq və təbii ki, vitaminlərlə zəngindir, çörək əvəz edici, belə deyək də düzəldilmiş buğda kotleti. Və təbii ki, bunu da yeməlisiniz nə ilə? Dənli qidalarla hamısından yesəniz, heç bir problem yoxdur. Göyərti ilə, tərəvəzlərlə də istəsəz, adi yemək kimi, kotlet kimi yeyə bilərsiniz. Yəni, uyğunlaşdığı yeməklər. Amma ətlə, nə bilim, kartoşka ilə, qatıqla, belə şeylərlə yemək olmaz. Sırf dənli qidalarla. Hətta qoz fındıq və bunlarla da yesəz problem yoxdur. Bu bizim düzəldilmiş, hazır, düzəldilmiş buğdadan bişmiş çörəyimiz. Bax, hazırdır. Və bunu təbii ki, xaladenikə qoyursunuz. 3 dənəsini, 4 dənəsini istəsəniz yeyə bilərsiniz. Nuş olsun, inşallah bu əziyyətimizin qiymətini də siz ancaq like eləməklə və təbii ki, takip etməklə verərsiniz.